Тырыш. Это праздник весенний. Новус – это праздник весны. Новус – это праздник цветения. Новус – это праздник любви. Çox geç paylaşsam da bu mənim üçün əziz bir gündür. Novruz artıq keçib, düzdür, üstündən çox keçib, amma pozmağa əlim gəlmədi. Çünki YouTube mənim üçün bir xatirədir, arxivdir. İstədim paylaşam. Günə bir fincan kofe ilə başladım. Sonra Mirayı apardım Novruz şənliyinə. Orada eşitdiniz öz şeirini dedi, Novruza aid. Sonra Madinanı gətirdim məktəbə. Bunlarda da Novruz şənliyi var idi. Onu qeyd elədilər. Sonra məktəbdən çıxdıq, getdik, paltarları qaytardıq prokat yerinə. Sonra evə qayıtdıq. Evdə, məktəbdə belə bir balaca uşaqlara hədiyyə verilmişdi. Onun raspakovkasını elədik. Uşaqlar az da olsa sevindilər. Axşam çərşənbə idi deyə uşaqlarla həyətə düşdük. Söz vermişdim onlara. Axşam həyətə düşdük. Sonra papaq atmaq istədilər. Getdik onlarla papaq bir yerdə atmağa. Bizim həyətdə Novruz bayramı, çərşənbələr çox maraqlı keçir. Böyük tonqal qalıyırlar. Что это? Вау! Növbəti gündən sizi salamlayıram. Artıq özümə vaxt ayırdım. Getdim dırnaqlarımı düzəltdirməyə. Çünki dırnaqlarım çox uzanmışdı. Dırnaqlarımı düzəltdim. Bu dəfə belə sadə eləmək istədim. İşte əlimdə görsənmir heç. Amma elə özüm belə istədim. Sadə. Baxın. Baxın. Мама, поздравляю тебя с 8 марта. Я тебя очень сильно люблю. Спасибо. 8 Martda da uşaqlar mənə öz əl işlərini vermişdilər. Bunu da videoya əlavə etmək istədim. Düzdür, çox keçib üstündən, amma istəmədim boş qalsın. Sizinlə də bölüşmək istədim. Sonra biraz vaxtımız var idi. Çıxdıq mağazalara baxmağa, aboy seçməyə. Çünki koridorda aboy sökmüşük. Ora təzə aboy eləmək istəyirik. Çünki artıq köhnəlib. Ağ aboy var idi. İstər-istəməz nə qədər də silsəm, üstündə qaralmalar falan var idi. Burada yaşıl bir divarı yaşıl eləmək istəyirik, dekor kimi. Burada baxırıq ki, yaşıl ottenoka uyğun hansı divar kağızları gedir. Çox çətin idi seçmək əslində. Belə baxanda deyirsən ki, Hasandır da, divar kağızıdır, nə var orada, amma çox çətindir. Neçə mağaza gəzdik, nə qədər seçdik. Amma axır ki, bir fikirdə dayandıq. Məncə çox gözəl alınacaq. Nəticəni artıq təsəvvür edə bilirəm. Ümumiyyətlə bu vlog biraz qarışıq oldu. Bu da növbəti gündür. 3-4 günün görüntüləri hamısı qarışıb bir-birinə. Amma əslində bu mənim həyatım belədir. Çox dolu, qatma qarışıqlı. Uşaqları gətirdim saçlarını kəstirməyə. Miraya çolka kəsəcəyik. Mədinənin saçının uzunluğundan biraz kəsəcəyik. Əslində çolkasını uzatmaq istirdim, amma yenə kəstirəsi oldum. Çünki Miraya çolka çox qəşəng yaraşır. Gözümə girir. Bir damcı, bir damcı. Hə, bir damcı. Мам, так красиво. Ha.
Не понравилось? Да. А кто же карамалянка? Все, хватит. Bura bir Tamam. bitirəndə ayağın dəymədi. Ой. Как это сказать? Hamısını tökdün? Çay koy. Və nəhayət bütün işlərimizi bitirdikdən sonra yola çıxdıq. Gəncəyə yola düşürük. Bütün bayramlar olduğu kimi yenə gedirik bayram orada keçirtməyə. Yol rahat getdi. Şəhərdən biraz gec çıxdıq çünki dəhşət probka var idi şəhərdə. Və nəhayət çatdıq. Uşaqlar öz hədiyyələrini açırlar. Babaları, nənələri onlara hədiyyə almışdı. Korobkada belə şirniyyatları idi. Bunu birazdan içeceğim. Yox, siz yiyin, biz istəmirik. Saxlayın, bir-bir yersiniz. Stolda her şey var. Siz onu saklayın, hava istəsin. Bu da arabadandır. Saklayabiliyorum. Qoy papa eləsin, dağıdarsın. Neye gitsin? Yağlı boya. Sen koy gel şöyle. Beyazcık. Mira diye burada sunka var. İki sunka. Kek de aldım sana. Güzel. Kuru kuru çay. Sen olsun. Evet. Uçakta da bir şey mi? Doğru dürüst yemez. Ay kalmışın başına gir. Dursun yere. Bu yazaktır. Evet. Bu yazak. Nənəsindən, babasından gediblər mağazinə. Özümü aldım böyle. Özünə belə şalvar alıb. Koftiçka alıb özünə. Bunlar bacımındır. Mirayın koftasıdır. Bacımın. Böyle kofta çıktı. Koftiçka alıb. Çıktı. Bir də krasovka. Bir de krasovka benim. Miray onlarla getməmişdilər deyə razmeri bilmədilər. Ona görə ona krasovka almadılar. Amma indi Miraya aparıb ona da krasovka alacağıq. Çünki Mirayın artıq üzündən bilinir ki, nəsə başqa cürədir. Şimdi uklatkamı elədim. Gəncəyə gəlməmişdən qabaq saçımı kəstirmişdim. Yorbanka elətdirdim. Əslində biraz çox gödətdi saçımı. Mən demişdim ki, gödətmə, sadəcə forma ver, amma biraz çox gödəldib saçımı.
Sen de geldin. Sağ ol. Qonaqlıqdan hədiyyə ilə çıxdım. Çınar konfetləri. Bir də belə bakallar. Qəşəngdilər. Salam. Bir şeylə yatırsan. Hoşdur işe bakmağa. Xoşduyur. İşıqla yatırsan. Bir şeylə də yatırsan. Hoşdur işimle. Bir şey hoşdur. Peki telefonu verəsən? Hı? Telefonu ver, uca yat. Yakın gelmiyorum. Bir şey var da yanında, onu sığalla yat. Bilmiyorum, yakın gelen doğru koyacağım. Yaxşı. Пока. Спокойной ночи. Annem aldı. Öpüm. Yeter. Artıq bizim istirahətimiz bitdi. Burada yığışıram yavaş-yavaş. Paltaları yığıram. Qaldığımız otağı yığışdıracağam. Uşaqların qaldığı otağı yığışdıracağam. Və inşallah yola çıxacağıq.
Onu çəkirəm deyir, TikToka çəkirəm. Çok güzel yağ əritmişim. Size de koydum orada aşağıda. Sağ olun, çox. Yani bu soymamış gəlinliyində. Rəhbərliyi təbrik edirəm. Sağ olsunlar, bizə yardımcı oldu şərait üçün. Biz indi gedirik Mədişi götürməyə. Mədiş mamam nənəmgildə qalmışdı. Burada balaca bebeşkalar var. Bunlara da belə balaca abur-cuburlar aldık. Anam yaşqa verərsən Anisa'ya. Miray da Anisa'ya şar götürüb. Hı? Madiş. Martina. Madiş. Я поцарапаться, когда мям-мям делаю. Yaxşı. Neymişəm mən deyil. Bacı ilə görüşdün? Görüşdün bacı ilə? Gödürü yox mu? Şova bağlayın. Ay Baharı güzel. bizden kaç oynayanda ışıklara girmemiştin Hiç kim tapabilmezdi sen. Dağıtma. Miyaşko, keşke bizden kaç oynayanda da bura girerdi. Ay da hiçbirimiz Ay, bir saatteydi. Burada nə gizlənirsən? Hırranı. 2 saatdır səni axtarırıq. Biz bütün evi axtardık, səni tapa Qorxdun bilmədik. mu? Açın böyle telefonu verin. Nene, Allah.
Nənə bir Cevap sol. ver da. Miray Bu elə der. bilir ki, kim sayır adam zəng edirdi, çağırdı telefon deyil. Gəncədə belə bir mağazin var, Zilli. Orada qəşəng şirniyyatlar var. Bir də orada qəşəng şirin çörək var. Ondan alırıq, yoldaşım iş yerinə aparacaq. Mirayda hələ də ağlayır, çünki Bakıya getmək istəmir, nənəsindən qalmaq istəyir. Hələ də ağlayır. Hücum. Amma getməliyik, çünki kursları var. Olamı? Gələcəyik yenə. Çörek. Mən də verdim. Ben yıkıp bakmış çörek. Koyunlar. Ben de sonla oynuyorum. Və nəhayət çatdıq evə. Amma ən xoşlamadığım bir şey bu beşləri yer eləmək. Tüm paltarları yuyacağım. Çimadanı, hamısını yer eləyəcəm. Hələ yarısı qalıb maşında. Onları da gətirməliyik. Sabaha saxlaya bilmərəm, yorğun olsam da. Çünki mən belə yata bilmərəm, ürəyim sıxılar. Fikrim qalar bu veşlərdə. Yatdığım yerdə 100 dəfə veşləri yığaram yerinə. Bir dənə də çık tərtəmiz. Paltarları gətirdim hamısını yumağa, vanişləməyə. Bir-bir vanişləyəcəm, ləkələri atacağım. Veşləri yerbəyer eləmişəm. Burada dolma qızdırdım. Sağ olsun qaynanam qoymuşdu ki, evdə yemək yoxdur, evə çatanda qızdırıb yeyərsiniz. Bunu qızdırdım. Bunu indi uşaqlar yeyəcək. Mən də paltarları oraya yerləşdirəcəm. Все, hazır, tərtəmiz. Sizin üçün 1 saniyə keçdi, amma mənim üçün yarım saat ərzində produktları yerbəyer elədim. Buradakı bütün paltarları yerbəyer elədim, hamısını yumağa qoydum. Bir dənə bunu kravatın altına qoyacağım, ayaqlarını siləcəm. Və все, ayaqqabıları da hamısını yığışdırdım, altlarını yudum. Dam üstəsindən altlarını hamısını yudum. Və все, bütün işlərim qurtardı. Siz də çox sağ olun ki, izlədiniz. Çox xahiş edirəm, abunə olsaz, like atsaz, komment yazsaz. Çox sevinərəm. Daha uzun videolar çəkərəm. Başa düşərəm ki, xoşunuza gəlir və yaxud da gəlmir. Belə, sağ olun, bay bay.